Sözləri əzbərləməkdə çətinlik çəkirsiniz. Bundan sonra bu lüğət kitabı ilə sözləri əzbərləmək yox, yadda saxlamaq daha rahat olacaq. Çünki bu vəsaitin içərisində sözləri sırf əzbərlədərək öyrənmə metodu yox, ingiliscə definitionları yox, açıqlanması ilə öyrənəcəksiniz və mənimsəyəcəksiniz. Gəlin birlikdə baxaq görək, bu vəsaitin içərisində nələr var. Biz bilirik ki, körtəbii şəkildə əzbərçilik heç vaxt daimi olaraq yaddaşımızda qalmır. Lakin bu vəsaitdə gördüyümüz kimi sözün özünü və tərcüməsini oxuyub, tələffüzünü göz yaddaşımızla, aidosunu bir neçə dəfə dinləyərək və ən əsası ingilis dilində açıqlamasını öyrənərək daimi hafizəmizə həkk edə bilərik. Hər bir sinif sözlərini bitirdikdə promokoda bağlı həmin sinifə aid ümumi definition sağına edərək bildiklərimizi möhkəmləndirəcəyik. Unutmayaq ki, imtahanda istər dinləmə, istər oxuyub anlama, istərsə leksik testlərdə ən çox köməyimizə çatan söz bazamızın zənginliyi olacaq. Biz bu vəsaiti dərsliklər əsasında ən asan başa düşülən mənaları, definitionları ilə hazırlamışıq. Bununla da bitmədi. 5-11-ci sinif sözləri ilə bərabər dərsliklərdəki qaydasız feillərə aid cədvəllər, dərəcələnə bilən və dərəcələnə bilməyən sifətlərə aid izah və həmin sifətlərə aid cədvəllər, do, have, make, get, go ilə işlənən sabit ifadələr, idiomlar, nümunələr cümlələrlə, atalar sözləri, ifadələr nümunə cümlələri ilə birlikdə, frazalar, frazoloji feillər, sinonim, antonimlər xüsusi olaraq seçilərək sizlər üçün hazırlanıb. Hər birinizə nəşr etdiyimiz bu rəngarəng vəsaitləri istifadə edərək uğur qazanmağınızı dilərik.